Polşada milliyyətindən, vətəndaşlığından asılı olmayaraq hər bir uşağa aylıq 800 zlot ödəniş edilir. Bu Azərbaycan pulu ilə təxminən 400 manata yaxındır. Bir qədər də Azərbaycanın minimum maaşına yaxındır. Yəni uşaq burdadırsa, legaldırsa, məktəbə gedirsə, bağçaya gedirsə, ona 800 zlot aylıq ödəniş düşür. Sadəcə hər il təsdiqlətmək lazımdır bunu. Müraciət üçün sadəcə sənin oturumun kifayətdir ki, valideyn oturumu varsa, artıq onun hüququ yaranır ki, uşağı üçün 800 zlot alsın ayda. Bu yaxınlarda məsələn Azərbaycanda bir nəfər qayıtdı ki, uşaqlara uşaq pulu ödənilərsə valideynlər tənbəlləşəcək. Mən 6 ildir Polşadayam və elə bu müddətdə təxminən uşaq pulu alıram. İlk illərdə 500 zlot idi, indi son illərdə 800 zlot olub. Yəni məndə hər hansı bir tənbəlləşmə yoxdur. Mən və ya da digər tanışlar var, polyaklar var. Uşaq pulu alıram, evdə oturum, xeyr, elə bir şey yoxdur. Bu uşaq pulu kimin üçün alınır? Uşaq üçün. Sən uşağına yeməyə almırsanmı? Geyim almırsanmı? Bunun nə bilim dərmanı olsun, başqa bir gəzməyi olsun və s. maraqlı bir vaxt keçirməyi olsun. Hamısı pul tələb edir, düzdürmü? O pul da aylıq məhz bunun üçün nəzərdə tutulub. Uşağa xərclənir. Sadəcə əvvəl sən uşağı necə dolandırım, evə necə pul gətirim, evin ödənişləri və s. düşünürdünsə, uşaq pulu sənin bu yükünü azaldır və sən özünü daha rahat hiss edirsən, daha az stresli həyat yaşayırsan. Belə olan halda sən o yaşadığın ölkədə daha xoşbəxt olursan. Qırağa pul qoya bilirsən artıq, gəzmək barədə planlaşdırırsan və s. daha gözəl həyat yaşamağa çalışırsan. Özü də Polşada bu ilə qədər tələblər yalnız o idi ki, uşaq burada legal olmalıdır, oxumalıdır və s. Amma indi yeni tələb də qoyublar. Valideynlərindən biri rəsmi işləməlidir. Heç olmasa yarımştat da olsa, yəni minimum maaşın yarısı qədər gəlir olmalıdır rəsmi. Belə olarsa uşaqlara uşaq pulu düşür. Fikirləşirsə ki, dövlət valideyn tənbəlləşəcək, okey. Bax belə bir sistem qoymaq olar. Valideyn işləsin. Vəssalam. Belə də həm dövlət qazanır, həm də ailələr. Bildiyim qədərilə Azərbaycanda əhali azalmağa doğru gedir son statistikaya görə. Polşada da son 10 ildə əhali azalması müşahidə edilir, doğuş sayı azalıb. Ona görə Polşa bu sistemə keçib. Hər kəsə, xarici vətəndaş, yerli vətəndaş hamıya uşaq pulu təyin edibdir. Polşada uşaq pulundan savayı ildə bir dəfə 300 zlot ödəniş də olur. Cüzi məbləğdə olsa bu məktəblilər üçün nəzərdə tutulub. Yəni qələmdir, dəftərdir, yəni bu kimi şeyləri almaq üçün. Üstə gəlsən məsəl üçün 2 yaşa qədər övladın varsa və işləmirsənsə, evdə oturursansa, əlavə 500 zlot da 800-dən əlavə 500 zlot da sənə ödəniş olunur. Ümumiyyətlə bağçada ödənişlər var, onları da dövlət öz üzərinə götürə bilir. Yəni müəyyən proseslər var ki, dövlət əhali sayını, daha doğrusu doğuş sayını artırmaq üçün bu yollara əl atır, bu imkanları yaradır. Məsəl üçün Polşada 3 uşaq artıq böyük ailə sayılır və onlara mağazalarda olsun, muzeylərdə olsun, bir çox yerlərdə çox sayda güzəştlər də tətbiq olunur. Əgər belə bir açıqlama verilirsə ki, uşaq pulu verilərsə valideyn tənbəlləşəcək, mən xahiş edirəm o kəslərə digər ölkələrin təcrübəsinə diqqət eləsinlər. Sadəcə araşdırsınlar, keçsinlər həmin ölkələrin təcrübəsini öyrənsinlər və ondan sonra anlayacaqlar ki, yəni bu deyilən söz kökündən yanlışdır. Mən hər kəsə övladları ilə xoşbəxt bir ömür yaşamağı arzu edirəm və o qədər gəliriniz olsun ki, heç bir vaxt stresə düşməyəsiniz.